Avropa oyunlarının açılış mərasiminə hansı dövlətlərin liderləri gələcək? Azərbaycan üçün kifayət qədər qürur verici olan bu açılış mərasimində Bakıya gəlməyə qərar verən dövlət başçıları həm də Azərbaycana öz hörmətlərini bildirmiş olacaqlar. Mövzunu İlkin Kərimov davam etdirib. Daha bir dövlət başçısının 1-ci Avropa oyunlarının açılış mərasiminə qatılacağı təsdiqlənib. Serbiya prezidenti Tomislav Nikoliç iyunun 12-sində Bakıda olacaq. ATƏT-in hazırki sədri Serbiya baş naziri, Xarici İşlər naziri İlica Dačić, prezident İlham Əliyevin rəsmi qəbulunda Serbiya prezidentinin iştirakını təsdiq edib. Avropa dövlətlərindən daha iki ölkənin başçısının Bakıya gəlişi təsdiqlənib. Lüksemburg Hersoqu və Monako knyazı da ən yüksək səviyyədə açılış mərasiminə qatılacaq. Ümumilikdə ilk Avropa oyunlarının açılış bağlanış törənini, həmçinin oyunları izləmək üçün 20-dən artıq ölkə hökumət başçısının gələcəyi gözlənilir. Rusiya prezidenti Vladimir Putin də Avropa oyunlarının açılış mərasimində iştirak edəcək. Kremlin mətbuat xidməti məlumatı təsdiqləyib. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da açılış törəninə dəvət edilən dövlət başçılarındandır. Türkiyənin Xarici İşlər naziri Mevlud Çavuşoğlu Ərdoğanın Avropa oyunlarının açılış mərasiminə qatılacağını söyləyib. Oyunlarda ümumilikdə 50 ölkənin idmançıları iştirak edəcək. Təhlükəsizlik və sair məsələlər nəzərə alınaraq açılışla bağlı məlumatlar qapalı saxlanılır. Bakı 2015 ilk Avropa oyunları əməliyyat komitəsindən aynısı bildirildi ki, çoxsaylı ölkə başçılarının, dövlət rəsmilərinin, beynəlxalq və Avropa Olimpiya Komitəsi, bir neçə ölkə isə Olimpiya Komitəsi rəhbərləri səviyyəsində mərasimdə iştirak edəcəklər. Ümumiyyətlə, Bakı Avropa oyunları əməliyyat komitəsi 10 minə yaxın rəsmi və qeyri-rəsmi qonaqların Azərbaycana dəvətini təmin edib.